Belə ki, demək bu matəmlə bağlı və Xamenei ilə bağlı gələn xəbərləri demək nəzərinizə çatdırmağa çalışıram. İlk növbədə ondan başlayaq ki, Xamenei necə öldürülüb, detallar açıqlanıb dəyərli izləyicilər. İranın rəsmi agentliyi olan İRİB-in yaydığı xəbərdə bildirilir ki, ölkənin ali lideri Əli Xamenei öz iqamətgahında və iş başında olarkən öldürülüb. Musavat.com xəbər verir ki, məlumatda hücum şənbə gününün səhər tezdən saatlarında baş verdiyi qeyd edilir və bildirilir ki, Xamenei hadisə zamanı öz rəsmi vəzifələrini icra edirmiş və hal-hazırda həm Xameneinin, həm də onun ailəsindən 4 nəfərin həlak olması ilə bağlı məlumat var və bu məlumat artıq təsdiqlənib. İranın ali rəhbəri Əli Xameneinin ailə üzvlərindən 4 nəfərin İsrail və Amerikanın hücumları nəticəsində həlak olduğu bildirilib. Məlumata görə ölənlər arasında onun qızı və nəvəsi də var. Musavat.com xəbər verir ki, Fars agentliyi bu barədə məlumat yayıb. Agentliyin bildirdiyinə görə hadisə son hərbi əməliyyatlar zamanı baş verib.